Okey, 84. 84'e qədər varmı arada uşaqlar? Yoxdursa birbaşa izah edirəm. Deməli, 84-cü testdə there are only two students in the classroom. Sinifdə yalnız iki tələbə var. Burada uşaqlar are xəbərim cəmdədir, düzdürmü? Göstəricimiz var artıq. Gələn kimi C-ni ataram ki, için xəbəri təkdə olur. Və N-nin ardınca nothing yanlışdır. Yəni biz negativ plus N-i işlətməliyik. No-dan sonra mütləq isim gəlməlidir. Biz yadınızda deyirdik ki, no, every və other heç o isimsiz işlətmirik. Bunların mütləq ardınca isim olmalıdır. Ona görə də B-ni atıram. Qalır mənə A ilə D variantı. İndi də birazca tərcümə. Uşaqlar, iki tələbə varsa, onların hər ikisi deyərik. Onların bəziləri deməzlər. Çünki iki nəfərin bəzisi olmur. Yəni say olaraq azdır. Məntiqi cəhətdən uyğun gəlmir. Ona görə D-ni atıram. Qalır cavab A. Hər ikisi nəsə yazır. Aydındır. 90-a qədər kimdə var sual? Hı hı. 95-ə Məndə qədər. 89, 89 bir dənə var, ona baxaq. 89. Öskürəyimin də səbəbi bəlli oldu. Bronxit imiş. Gizli-gizli. Bronxit olmuş Allah almış. şəfa Xəbərim versin yox. müəllim. Çox sağ olun. Yadınızda ilk dərs mən necə Allah şəfa boğuldum. versin müəllimə. Çox sağ olun, çox sağ olun. Qrip deyilmiş məyərsən boğulmuş. Bugünə qədər uzanıb. Okey. Çox sağ olun balalar. Getdik. 91. 91-də which of these two wallpapers would you prefer? Burada uşaqlar iki anlayışdan söhbət gedir və sən xəbərinə də mütləq baxmalısan. Ulaşma məsələsinə də fikir verməliyik. Gələn kimi R görürük ki, göstərici kimi verilib. Hətta burada off da var. İpuclarını toplayırıq. Bax, no-dan sonra heç vaxt off gəlməz. Ona görə B variantını sırazı atırıq, düzdürmü? N ilə deyirdi ki, başlanğıc kimi vermirik. N və N törəməsi ümumiyyətlə inkar cümləni də başlatmırlar. Sonra nan var burada. Nan anlayış olaraq demişik ki, 3 və daha artıq ismin inkarını ifadə etmək üçün doğrudur. Yəni sən orada iki anlayışdan söhbət gedirsə, nan istifadə edə bilmərsən. Na isə iki anlayışın, iki məfhumun inkarını formalaşdırır. Ona görə yeni ataram. Qalır mənə A ilə C bəndi. Və burada da C-də ikinci tərəfdə də no one var və bu are yox, təkdə olmalıdır, is olmalıdır. C-ni də ataram. Qaldı cavab A. Aydındır. A ilə Y arasında qaldım. Y doğru oldu. 91-də A-dır cavab. Mənim balam. Y deyil. A, A-ymış. Bəli, bəli, A-ymış. Okey, deyin gəlsin. 100-ə qədər kimdə var sual? Əvvəlki mövzu yoxsa. Okey. 100-ə qədər deyin. 96-ya baxa bilərik. No problem. 96. I have bought two ice creams. İki dənədir dondurma almışam. Bax, iki dənə. Olivia, can you have? Sən istənilən birini götürə bilərsən. İki dənə dondurma alıb, düzdürmü? Və dondurma da uşaqlar iki dənədən söhbət getdiyini sizə elə belə verməyib. O zaten bir siqnaldır, ipucudur. Many olmaz, yəni çoxsunu götürmək demirik. İki dənədən söhbət gedir. Nan 3 və daha artıq anlayışın inkarını ifadə edir. Bu arada səhv yazım nə yazmışdı, soruşmağı unutdum. Qaldı mənə A, B və D variantı. A-dırdan sonra mütləq şəkildə isim gəlməlidir, isimsiz işlənmir. Qalır mənə A ilə B. Uşaqlar, A-da da bu Ayza ismi var ha. Ayza ikisindən biri, hər ikisi ya da mənası ifadə edir. Ən optimal cavab elə B variantı uyğun gəlir. Another-ın da ardınca ismi yoxdur. Həm də ki, əslində ice cream sayılmır əslində. Amma burada ümumiyyətlə o vurğulanmayıb, ümumi nəzərdə tutulub və to ilə işlənib cəmdə yazılıb. Və normalda məsələn biri var ki, o stəkanın içərisində olan ice cream, onda dənə ilə paketdən söhbət gedir və yaxud da ki, qaba qoyulan ice cream. Adətən bu, amma qarşımıza çıxan testlərdə sayılmayan formada olur. Heç vaxt siz bunda ikiləmdə qalmayacaqsınız. Çünki bu sadə hissədir. Adır yazmışdım Türkan. Yox, Adır elə birbaşa çıxarılası variantdır. Çünki other zaten özündən sonra mütləq şəkildə isim istəyir. Other'dır, no'dur, every'dir. Bunlar heç vaxt isimsiz gəlmir. Aydındır. Sonra getdik. Deyin gəlsin 110-a qədər kimdə var sual?
Aha, yoxdur sual. Yaxşı, 120-yə qədər. Nə qədər vermişim? 111. 60-a qədər vermişim. Hı hı. 111. Aha, 111-də bax. I'm sorry. Okey, inşallah özünü sənin hansı testi soruşmuşdunuz? 111 müəllim. 111. 111-ci testdə burada deməli, what documentary films, hansı sənədli filmlər? Bax, mənim burada ipucum var, what. What-dan sonra ümumiyyətlə Article artikel olmaz. gəlməz. Ay, sağ ol. B-ni ataram. Eyni ilə C variantını ataram ki, D-si var. Qalır mənə A, D və Y variantı. İndi uşaqlar, burada bilirsiniz necə yanaşacaqsınız? Ümumiyyətlə testlərdə qrammatik təhlilləri edəndən sonra sizə zaten birazca tərcüməyə ehtiyac duyulur 90% halda. İndi burada sırf qrammatikada olacaq, yəni narahat olmayın. Yəni sırf əzəzliyə aid olan testlərdə olacaq. Amma indi baxırıq uzlaşma məsələsinə, qrammatik izahda necə yanaşırsınız. Bax, qalır mənə A, D, Y variantı və burada ə, tərcümə ilə what more documentary films, daha başqa hansı sənədli filmdən söhbət gedir. Elə D variantı uyğun gəlir. Daha hansı? Bir də A ilə Y-nin indi səhvini izah edirəm. N-dən sonra ümumiyyətlə N-nin özü təyin edicidir deyə biz arada verilən o təyin edici hissə var ha. Onu off-la veririk. Birbaşa yox. Birbaşa gəlir ha any films. Onda o 90% halda təyin edici siz verilməlidir. Həm də ki, məzmun olaraq da səhvdir, tərcümə olaraq da səhvdir. Ona görə A-nı atırıq. Çünki heç mənası ifadə edir. Y variantı qalır bizə, bir də D variantı. Burada uşaqlar, Müəllim, mən də bəli, burada D ilə Y arasında qalmışdım. Arada qalanda iki variantı da yazıram ki, səhvlərimi baxanda elə bil ki, başa düşüm də hansını yazmışam, hansını yox. Amma cavab Y çıxıb burada Y çıxıb deyəsən. gözlə qoy, gözlə qoy qutarım. Bura qədər də izah eləmişəm. Qoy A-dırə da baxım. Y olmalıdır, bəli. Bircə dəqiqə qoy dəqiq deyim sənə. What other documentary films have been demonstrated on Discovery Channel this month? What other documentary films? Daha başqa mənasında. Y variantı tərcümə ilə düzdür. What more documentary I'm sorry. What more documentary films? Daha əlavə olaraq xeyr, D variantı tərcümə ilə uyğun gəlmir. Qalır Y. Elə Y-dir cavab. Ha, burada yəni moru qrammatik cəhətdən yox, tərcüməyi cəhətdən sildik də, Bəli, düzdür? çünki qrammatik cəhətdən hər ikisi doğrudur. More-un özü də təyinləyici plus isimlə işlənə bilir. What more ifadəsi də var. Off-dan da verilir, off-suz da verilir. Other da həmçinin. Bir dənə tərcümə ilə. More-un, məsələn, I have one more question. Mənim bir dənə də sualım var. Konkret rəqəmsal göstərici olanda daha başqa mənasını ifadə edə bilir. Burada tam da doğru tərcüməni çıxarda bilmirik. Qalır bir dənə. Elə ora qədər gəlirdim, bir dənə qalmışdı. Bizim tərcüməmiz. Elə onu deyirəm. Bax, qrammatika ilə çıxırıq, qalırıq tərcümədə iki variant arasında. Onu da elə sırf tərcümə əsasında tapırıq. Sonra hansı Anladım, sual? çox sağ olun. Buyur. 112 ilə 113-ə də baxarıq da zəhmət olmasa. 112-də bax burada görsən countries ismin var, what da var. Hı What-dan -hı. sonra article gəlməz. Deyini, yeni sıraca atırsan. Others-dan sonra vəbşi də isim gəlməz. C variantında atarsan, düzdürmü? Qalır sənə burada A ilə B. Ümumiyyətlə, what some countries ifadəsi tərcüməyə uyğun gəlmir. Həm də sual cümləsində də sam işlətməyəcəyik, qalacaq cavaba. Aha, Aydındır. samı təklif
cümlələrində, sual Xahiş cümlələrində təklif. isə Xahiş bəli. təklif, bəli. Sonra keçid alırıq. Bir də hansı dedin? 113. Aha, bəli. 113'te de there are two power adapters on my table. Mənim telefon stolun üstündə iki dənə bir adapter var. Onlardan biri Kevin'dir, digəri isə mənimdir. Ümumiyyətlə uşaqlar, burada xəbər təkdədir və sıraz gələn kimi D ilə Y-ni atacağım ki, bunların xəbəri cəmdə olur. Others. Və other mütləq isimdən olmalıdır A variantı. İsimsiz işlənmir. Qaldı B ilə C. Biz də ümumiyyətlə danışılan məfhum öncədən bizə məlumdursa, mütləq şəkildə D artiklı istifadə edirik həmişə. Yəni ən other yox. Burada da birinci cümlədən hansı adapterdən söhbət getdiyi bəlli oldu deyə qal. Bizdə cavab B variantı, the other. The other'dan sonra isim gəlməli deyil. Gələ də bilər, gəlməyə də bilər. İsimli də işlənir, isimsiz də işlənir. Mən elə bildim mütləq isim gəlməlidir. Other'dan sonra mütləq isim gəlməlidir. Other, no, bir də every. Bu the other, indi bir dənə də qaydanı təzədən xatırladım və bunlardan sonra mütləq isim gəlməlidir. İsimsiz olmurlar. Amma the other bilirsən necə idi? İsimlə də işlənir, isimsiz də. İndi onun tərsinə versiyasını izah edeyim. The other yadına düşəcək. Bunun cəm versiyası nədir? The others. Düzdürmü quzum? The Bəli. others özü bilirik ki, bundan sonra isim işlətmək mümkün deyil. Çünki isimləşib. Yəni esi var. Mən bunu maksimum isimlə versəm, verəcəm burada apostrof, yiyəlik. Ondan sonra da isim gələr, ismə görə də xəbər qoyarıq. Amma belə normalda the others həmişə cəmdir deyə, burada esi var deyə, avtomatik xəbər olur cəm. Bəs yaxşı, bu cəmdirsə bunun tək versiyası nədir? Bilirik ki, the other-dır. Yəni sən others-dan sonra həmişə bilirsən ki, birbaşa xəbər cəm gəlir, düzdür? Bunun da tək versiyası hansıdır? The other. Birbaşa xəbər tək. Bəs yaxşı, isimlə işlənmə qaydası nədir? Hər cür isim olar, bu zamanda ismə görə xəbər qoyacaqsan. Aydındır. Aydındır, bəli. Yəni Çox bunun sağ ol. sadəcə qarşılığı kimi əzbərlə, onda rahat tapacaqsın. Buyur. Sonra uşaqlar, deyin hansı 120-yə qədər 120. Aha, 120-ci testdə uşaqlar bax of, sonra görürəm ki, the cottages around the bay is xəbər tək. Sonra yenə görürəm of, my old friends xəbər works təkdədir, düzdürmü? İndi boşluq xəbəri bilirik ki, həmişə cəmdə olacaq. Ona görə A variantını sırazı atarım. Everydən sonra of gəlməz. Ofsuz işlənənlər, ofla işlənməyənlər no, every və törəmələr, yəni ofsuz işlənənlərdir də, düz demişdim. Bunlardan sonra heç vaxt of gəlməz. İndi qalır mənə CDY. Others ümumiyyətlə xəbər cəmdədir. C-ni atırıq. Həm də ki, bu apostrofla isimlə işlənir. Bu belə halda yox. Tərcümə ilə də uyğun gəlmir. Maçdan sonra sayılmayan isim gələr. Cottages, friends, cəmdədir deyə. D variantı da səhvdir. Qalır cavab Y. Sadə testdir. Sonra hansı uşaqlar? Deyin gəlsin. 123. 123. 123-də it was located bank sayılan tək isimdir, düzdürmü? Keçirəm ikinci tərəfdə də görürəm ki, member of the country is country. Bu da member təkdədir. Hər ikisində təkdə olan isim var. Başqa görüm, uzun göstəricimiz yoxdur. Baxaq, burada the others gələn kimi atıram ki, bundan sonra ümumiyyətlə isim gəlməz. One another'dan sonra isim gəlmir. Bu qarşılıq əvəzidir. Bir-birlərini deməkdir. İsim işlətmək üçün apostrof S qoyarıq. Qalır mənə A, B, C variantı. Uşaqlar, burada member və bank sayılan tək isimdir, düzdürmü? Sayılan tək isimdirsə, mən mütləq şəkildə buna article da verməliyəm. Ona görə də A-nı atıram ki, burada heç bir article yoxdur. Qalır B ilə C. İndi birazca tərcümə. Çünki qrammatik cəhətdən hər ikisi okeydir. Deyir ki, Vistulanın digər sahilində yerləşir. Bizim əgər danışılan məfhum əvvəlcədən bəllidirsə və yaxud da ki, iki hissədən biri məlumat verilir, digərinə danışmağa keçiriksə, ya da, məsələn, deyirəm ki, yadınızda izahda deyirəm, danışılan məfhumun iki hissəli olduğu hər kəsə bəllidirsə, deyir ki, uşağın iki qolu olmağını bilirik də, bir uşaq digər qolunu zədələmişdir. Mənim çantam çayın digər sahilində qalıb. Bax, burada da eyni məsələdir. Bax, Azca çayın uyğun digər. gəlirdi ora. Bəli, bəli, ay sağ ol. Orada artıq məlumdur deyə verəcəyik the other. Aydındır, qalır cavab C. Okey, sonra hansı? 130-a qədər deyin gəlsin. 124 yazmışdılar. deyirsən. Hə, 124. İndi gördüm onu. Deməli, new soldiers, görsən, təyinləyici plus isim, xəbərin tək, cəm.
İkinci tərəfdə də of var, cəm, xəbər, cəm. Düzdürmü? İndi uşaqlar, ipuçları xəbərlərdir, isimdir. İndi Orada B burada çıxır çünki everyone işlənmir. everyone, bunların hamısı və B ofla Törəmələr işlənmir. ofla işlənmir. Everyone bir dənə ofla işlənə bilir. Bu zaman xəbəri tək olur. Hə, Yəni xəbəri tək olur. S olmalıydı. Ona görə A-nı atarım, bəli. Y variantı, nanın xəbəri həmişə tək olur uşaqlar. Wants olmalı. Qalır cavab C. C. Okay. Sonra hansı deyin gəlsin. Aha, 130-a qədər, 140-a qədər. Bir dənə 128-ə baxardıq da. Bəli, baxaq. 128-də boys, cəm, xəbər, tək. İkincidə də Jack wanted to kill off his parents. Off var. İpuçlarımız bunlardır. Burada da off var. Gələn kimi A-nı, B-ni ataram ki, bunların heç birindən sonra heç vaxt biz off işlədə bilmirik. Oxşlarımız. Bəli. Qalır mənə C, D, Y. Bir də cümləni oxu axıra kimi. Sənin burada bir dənə də gizli ipucu var. At all. At all biz keçəcəyik. İnkar cümlələrində işlənir. Hə, Demək inkar olar ki, cümlənin sonunda işlənirdi. bəli, bəli. Ha, Cavab tamam. D variantı. Demək olar ki, Onda deməli. müəllim, at all C. görəndə ancaq inkar cümlə, İnkar. inkara Bəli, axtaracaq. bəli, bəli. Tamam. Keçəcəyik. Çox Elə sağ bu ol gün müəllim. keçəcəyik. Buyur quzum, xoşdur. Sonra deyin gəlsin. 140-a qədər. %150-yə qədər. Yoxdur. Bir Okey. dənə 148-ə baxaq da zəhmət olmasa. 148. 130-a qədər yazmışsan Səbiş. Niyə? Mütləq hamısını yazmaq lazımdır. Bax, 148-də 2 dənə bir köhnə kompüter var. 2 dənə. Nanı sırazı atırıq ki, ümumiyyətlə 3 və daha artıq anlayışın inkarını ifadə edir. Okey. Ona görə 4 tamam. sırazı getdi. Works xəbərin təkdədir. Boss olmaz. Qalır cavab 1-dən 2. Başın var olsun. Getdik. Çox sağ ol 160-a müəllim. qədər. Xoşdur. Buyur. 160-a qədər. 140-a qədər çatdırma bilmək çətindir. Niyə uşaqlar? Bölün də gününüzü. 3 gündür də arada bax. Hissələrə bölün, çalışın, yazın. Çətin deyil. 160-a qədər deyin gəlsin. Ben biraz Müəllim, vaxt değil de sadece başı düşmeye biraz problem yaşadı. Okey. Başladı. Hamısında yəni çox da mükəmməl şəkildə öyrənə bilmirəm deyə bu şəkildə biraz çətinlik yaşayıram. Bəs harda ilişdin soruş mütləq, yaxşı. Ki, elə öyrənəcəksən səhv elədikcə. Mükəmməl niyə öyrənə bilmirsən? Ümumiyyətlə, otur əzbərləş. İşləyib oxumaq başa düşürəm, hə, çətindir. Amma çalışın uşaqlar, özünüzə vaxt ayırın. Yəni, ümumiyyətlə dərslərdə gününüzdən dərsə vaxt ayırın. Başqa Mən cür 152-yə olmaz. bir də baxa bilərik orada. Neçəyə baxaq? 152. Baxaq. Bax, Burada burada cümlənin quruluşu səhv verilib. Məsələn, we need all these rooms olmalı deyildi bu. yox, bu bilsən nədir? Bizim hamımız. Hə, bildim. Bildin? We need bütün otaqların hamısı yox. Bizim hamımızın ehtiyacı var. These rooms təyinləyici plus isimdir. Təyinləyici plus isimlə işlənən cəmi cümlə təyini 2 dənə əvəzimiz var. All-dan boss. Qalır sənə B variantı. Aydındır. Sonra hansı uşaqlar 160-a qədər? Qurtardıq. Əla. Onda keçək readingdən. Görək nə vermişəm. Səhvlərimizə baxaq. Evə nə vermişdim? Reading, listening, qrammatika, sonra cümlə, 10 dənə cümlə vermişdim, düzdür? Və demişdim ki, mən atma qrupa, hanı 10 dənə cümlə. Bugün ard-arda çox dərsim olub və onu mən sizə xatırlatmağı, soruşmağı unutmuşam. Və siz niyə atmamışsınız? Yaxşı. Kim gəlsin? Kim yazmıb ümumiyyətlə bu 10 cümləni? Müəllimə, Bəli, mənim yadımdan çıxıb. çıxıb. Mən onun yerinə listening reading işləmişəm. Yazmışam özdə qrupa ev tapşırığını. Hı hı. Deyin uşaqlar. Oy. Yadımdan çıxıb. Hamı yadından çıxıb. Samir şəxsi yatıbsan. Okey. İndi baxıram. Samir, mən də nöqtə ata bilərsən. O qədər mesaj var ki. O qədər mesaj var. Deyin uşaqlar siz. Burada müəllim 6 var. axırda bizi topa qoyub atacaq. Nə?
Nə edəcəm? Müəllim Siz deyirəm, topaqla axırda batacam. bizi topaqlara Bəli, batır. bəli. Bəli. Sizə hələ mənim əlim çatmır. Ənəvdəkilər bilirsiniz nə edirəm. Bilirsiniz nə Müəllim, edirəm. yaxşı ki, ayağını deyilik. Okey. Getdik. Burada Michael Picture vermişdim yoxsa Bəli, hansıydı? 6 var. Aha, 6. 6-da baxın, Heç ən vaxt düz ümumi yaza bilmədim də bu sualı. sənəddə niyə bilmirəm. Ay Allahdan bu düşmür qəbula. Struktur olaraq çıxarılıb. Ən ümumi cavab hansıdırsa, onu seçirsən. Burada detallarla bağlı, konkret mövzu ilə bağlı bir sual olanda, başvuru olanda daha doğrusu, o artıq yanlış cavab olur. Niyə? Çünki sən bir cümləni yox, option mətnini əhatə etməlisən. Ona görə ümumi cavab olmalıdır. Ə, Burada kimsə nəsə yazır. Okey. Burada bax, provide a detailed story of the Inca Empire. Burada detailed story İnka imperiyasının varlığı barədə kiçik bir hissədə qeyd olunub. Bütöv mətn ondan danışılmır. To describe the geographical-dan da mövzu məhdudlaşdı. Agricultural significance da mövzunu məhdudlaşdırdı. Görürsən? Qalır D variantı. Discovery and popularity of Machu Picchu. Kəşfi və populyarlığı. Gördün? Orada Orada sən agricultural significance niyə olmur? agriculture significance bu arada American pronunciation'dır. British'te significance düşür və sizdə də British düşür qəbul imtahan. Bu agricultural bir hissəyə aiddir. Orada elə yer var ki, insanlardan, əhalidən də danışır. Ayva. Düzdürmü? Orada uca sən inkalar, bəli, agriculture sırf aid edə bilməyəcəksən, o mövzu uca dışarıda qalmış olur. Ona görə qalır sənin B variantı. Burada discover, kəşf edib danışanda landşaftından da, agriculture'dan da danışırsan, əhalidən də danışırsan. Ən geniş şaxəli başlıq budur. Yerdə isə zaten məlum məsələ. Ancaq burada da səbəbləri vurğulayır deyə məhdud mövzudur. Bir hissəyə aiddir. Aydındır. Okey, deyin gəlsin. Sonra hansı suallar? Yoxdur heç kəsdə. Aha. Deməli, keçid alırıq, onda mən sizdən soruşurum. Bir dənə sözlər. Əsas məsələ ilə sözdür. Cəhətləri bilirsiniz. Şimal, şərq, cənub, qərb. South, western nədir? Səsləri Cənubi açın. qərb. Cənub, qərbi. Ay, sağ ol. North, west nədir bəs? Şimal şərqidir. Yox, West. şimal-qərb. Qərb, bəli. East desəm, north, east desəm. Şimal-qərb. Şimal, şərq, east mən balam. East. Şimal-şərqi Hə, əsas. şimal şərqə. Okay. Terrain. Ərazi. Ərazi. Sinonimlə verərik. Area. Area, territory. Okay. Olar, bəli. Sonra başqa görək burada nə gözümüzə dəyir. Ruin bilirsiniz nədir? Ruin. Elə belə soruşaq. Ruin. Xarabalıq, xarabalıq, bəli. Xarabaxana, xarabalıq, töküntü, dağıntı olan yer. Sonra empire-da bilirsiniz. Bunlar çox sadədir. Purpose. Məqsəd. Məqsəd. On purpose nədir bəs? On purpose. 11. Qəsdən. Qəsdən. Deliberately sözü ilə sinonimdir. On purpose məqsədli getmirdi. Məqsədli nədir? Qəsdən deməkdir də. Hmm. Bəli. Deliberately olacaq on purpose. Okay, bunu sprint edə bilərsiniz, qeyd edə bilərsiniz. Evidence. Evidence. Sübut. Sinonim nə verərik? Proof. Ay, sağ ol. Abandon. Tərk etmiş, tərk edilmiş. Bəli. Existence. Mövcud. Mövcudluq. Bəli. Bəli. Başqa. Destination. Ərazi. Yox. Yox. Təyinat. Təyinat nöqtəsi, yəni mənzil başı. Mənzil başına çatmaq. Dayanacaq və yaxud da. Sonra tropical, above, burada başqa görək. People said, however. Buradan elə bir söz yoxdur. Baxın, deliberately gördünüz, burada var. Sonra antonim nə olar bunun? Antonim. Qəsdən. Qəsdənin antonimi nədir? Təsadüfən. Bilə-bilə yox, təsadüfən. Suddenly deyildi. Qəfildən, o qəfildəndir. Suddenly Təsadüfən necə dərhal olur? deyildi. Qəfil, dərhal. Dərhal immediately-dir, suddenly qəfil deməkdir. Deliberately qəsdəndir. Antonimi nə olar? Təsadüfən necə verərik?
Accidentally. Ay. Accidentally. Okay. Accidentally. Başqa görməm By söz. chance belə bir söz də vardı desəm ora. Necə? By Eşitmə. təsadüfən demirsiniz. Hə. Diqqətə qəsdən aydın deyil. By chance, by accident onları da vermək olardı. Biz Olar. Max, Antonim. məktəb vaxtı söz önləri öyrənirdik. Onların içində var Olar, idi. əlbəttə. Hə, olar. Hamısı onun sinonimidir. Sonra antonimidir, sorry. Oy Allah, getdi tərcümə səhifə. Deməli, burada uşaqlar Hanging Gardens vermişəm, yoxsa? Including nədir? Daxil edilmiş. Daxil Aha, excluding. Xaric etmək. Xaric etmək deyil, ona istisna etmək deyirlər. İstisna hallar. Bəli, Elə bir şey dedir. bəli. Başqa burada gözümə nəsə belə bir söz dəymir, sadədir əslinə qalsa. Yaxşı. İndi deyin görüm, Hanging Gardens vermişəmmi? Xeyr. Xeyr verməmiz. Ya, Xeyr. okey, onda yaxşı. Keçək onu dinləməyə. Dinləməyə baxaq. Dinləmədən deyin gəlsin görən neynəmsiz. Neçəncini vermişdim? Sualı olan varmı? Yoxdur. Müəllimə, axşamınız Bəli. xeyir, Hər salam. vaxtın xeyir, Lamiyə, Doqquzu. salam quzum. 9-u vermişdim. Müəllimə 2 dəfə azdır dinləmək. Mən maksimum 3 dəfəyə hamısını yaza bilirəm. 2 dəfə qulaq asanda qalsa yenə biri ya ikisi qalır da. Öyrənməlisən də mən bulam. Azdır ya da çoxdurunu müzakirə edə bilmərik və yaxud da biz nəyisə dəyişdirə bilmərik. Bəs onu Qəbulda yazdıqca, yəni hamısını atsam nə olar bəs? Atsan Şəxsən bəxt, xahişləri 3 dəfə qoyarlar. bəxt. Atsan bəxt. Sən danışma, gözlə müəllimə danışır. Bəxtin, mən onu nətər deyim sənə? At. Get oxuma at. Hamısı da səhv çıxa bilər. O da Hamısı düzdür da səhv çıxa müəllimə, bilər. tamam. Ona görə bax, hər şeyin qaydası var. Yaza bilərsən. İnan ki, onu yaza bilən uşaqların xüsusi bir fitri istedadı yoxdur. Yəni Heç səndən artıq belə bir beyinə indiyə sahib kimi elə bir deyillər. problem olmayıb. Ona Onsuz görə da sadəcə nə? öyrənəcəksən, narahat olma, sən səbirli ol və hər dəfə dərsdə gedişat olaraq mən nəyə fikir verdiyirəmsə onlara bax, rahatlıqla da yazacaqsan. Bax, ümumiyyətlə dinləmə testlərini təkrar deyirəm. Yazarkən nəyə fikir vermək lazımdır? Dinləmə səslənənə qədər ki, müddət ərzində sizə deyirlər, açın testlərlə tanış olun. Həmin o müddət ərzində biz o vaxtı necə dəyərləndirmək, nələr eləmək lazımdır? Ümumiyyətlə o 5 testin 5-ini diqqətlə oxuyursunuz, tərcüməsini anlayırsınız, söhbət nədən gedir. Onu oxumaqla siz dinləyəcəyiniz o material barədə bir növ əvvəlcədən təəssürat formalaşdırırsınız özünüzdə. Və testlər arası əlaqə qurmağa çalışın, məzmun əlaqəsini hardasa təxmini olaraq tutun ki, hə, filan hadisələr baş verib. Digər bir məsələ, açar sözləri qeyd edirsiniz. Açar sözü nədir demişik? İnkarlıqlar, xüsusi isimlər, rəqəmsal göstəricilər və sual əvəzlikləri. Sonra dinləmə səslənən əsnada isə birinci dəfə səslənəndə ilk 2 testə və yaxud da 3 testə fokuslanırsınız. İkinci dəfə səslənəndə də yerdə qalan testlərə fokuslanırsınız. Eyni vaxtda bütün testlərə fikir verməyə çalışmaq əməlli başlı sizdə səhvlər etməyə, yol verməyə sövq eləyəcək. Ümumiyyətlə bu dediyim qayda var. Hər dəfə dinləmə testi yazanda etsəniz, artıq vərdişə çevriləcək. Onda qayda kimi yox, birbaşa elə tapatarap yazırsan, qoyursan qırağa. Onda düzlərin də sayı artacaq. Bir də ki, suallar, mən sizi ev tapşırığı yazarkən nəzarət edə bilmirəm. Testin üstündə yatıb qalırsınız, 5 saata yazırsınız və yaxud da bir 5 dəfə mi dinləyirsiniz, onu nəzarət edə bilmirəm. Və yaxud da ki, əyani şəkildə görə bilmirəm, quizləri yazanda necə yazırsınız. Kursda olanda biz əyani tələbələrdə necə lazımdır o formada təşkil edib quizləri yazdırırıq. Quizləri mən evə verirəm, siz yazırsınız. Amma yazanda dürüst şəkildə yazın. Səssizliyi olsun, taxta, heç qapını da bağla, 2 dəfə səsləndirməni et. Qəti şəkildə dinləməni saxlama və yaxud da ki, əvvələ peramatika eləmə, ötürmə. Dəfələrlə dinləmək olmaz. Qəti, o olmaz, sən hələ öyrənə bilməyəcəksən.
Dinlədiniz iki dəfə toxunmadan. Nə eşitdin, eşitsin. Əl çək o dinləmədən. Birinci dəfə qulaq assın, qeydlərini götürdün. Bir dəqiqə sonra ikinci dəfə səsləndir, qeydlərini götür. Səhv yazdın, yazdın da. Yavaş-yavaş öyrənəcəksən. Plus minus qoyandan sonra transkriptə baxa-baxa istəyirsən 100 dəfə qulaq as. Okay. Onda sən səhvlərini də yoxlamış olacaqsın. Bax, bu saydığım formada işləsəniz, sizin düzlərinizin sayı artacaq. 2 dəfə elə də olmur. Bundan sonra özümə cəza 2-dən sonrası olmaz. Bəli, 2 dəfə ilə olur uşaqlar. Yenə də deyirəm, sadəcə öyrənməlisiniz. Bax, kursdakı uşaqlarda niyə daha disiplinli olurlar? Onlara mən başqa cür icazə vermirəm. Gözümün qabağında otuzdururam, quizi yazdırıram. Hər dərs. Elə Leyla sizin qrup. Biz indiyənə kimi elə gün Bəli, olmayıb, müəllimə. quiz yazdırmayıq. Gələn kimi salam əleykum otur, başda quizi yazırıq və qəti şəkildə təkrar olunmur, səssizlik, normal qəbul necəsə bax elə. Sizdə biraz onlayn olan tələbələrdə məsuliyyət öz öhdənizə düşür və disiplinli olmaq lazımdır. Yazın, nə sualınız oldu, mənə də yazmağa çəkinməyin. İstiqamət verim, toparlayacaqsınız. Və həmən uşaqlar bir ayın sonunda gördülər ki, əməyi başlı nəticələri də artdı. Suallar xüsusi adları yer alan insanlar, həmsə rəqəmlər, saatlar və sair seçilən suallardır. İnkarlar da vermək lazımdır, bəli. Ümumiyyətlə, bax da, cümlənin içərisində nəyi antonim kimi verir, sənə təhlükə yaradar. Ona baxsın. Okey, buradan sualımız var, dinləmə 9-da. 2 ilə 4. Aha, burada dinləmədə nədir? Və məzmunu tez nəzərinizə çatdırım. Bu Selena Londona gedir, 2 il sonra qayıdır. Londonda dolana bilmir, yaşayış çətin olur, çıxır gəlir, ailəsi ilə yaşayır və dostu ilə görüşür, qarşılaşır Patricklə. Patrick evlənir və 2 dənə uşağı var. Bu Patrick'in ev adresi verilmir, Selena'nın ev adresi verilir və yoldaşı ilə 10 illik evlilik il dönümüdür. Yoldaşının da adı Marigold'dur. Okey. Məzmun bundan ibarətdir, uşaqlar. İkinci testdə deyir ki, niyə görə Selena Londonu tərk edir və evə qayıdır. Çünki qiymətlər dolanışıq çətindir orada, B variantı. The cost of the living in London was too high. Səhv yazan nə yazıb? Samir, nə yazmışsın burada? Səhvini de, onu izah edin. She didn't like her colleagues. Yox, kollegalarını xoşlamadığı deyil. Ümumiyyətlə, kollegalarını danışılmır orada. Sonra 4. Bu 1-3 var kimdəsə. 4-də which of the following questions does the dialogue answer? 3 var, hə? 3-də deyir ki, düzgünü seç. Patrick'in qızı var və adı Marigold'dur. Marigold adlı qızı var. Uşaqlar, adı yoldaşının adı Marigold'dur, qızının yox. Selena Patrick'i öz evinə dəvət edir. Yox, Patrick dəvət edir. 3-də Selena didn't like her job in London. Selena Londondakı işini sevmədi. Selena valideynlərinə yaşayır. Səhv etmirəmsə bu düzgündür. Burada uşaqlar Selena mı dəvət edir, yoxsa Patrick, onu xatırlamıram. Transkriptdə bir dənə zəhmət olması çəkib göndərə bilərsiniz qrupa. Belə əzbər o yadında qalmır. Burada 3-də cavab nə çıxıb? A variantı. A, 3-4. Hə, elə onda Selena, yox, Patrick onu dəvət edir. İl dönümü ilə bağlı hətta. Qalır 3-4. Selena is living with her parents. Valideynlərlə yaşayır. Okey. Desən onu atdılar qrupa. Mən bir də əks etdirim ekranda. Dəqiqliyi ilə də görün. Ay, sağ ol Səbiş. Deməli. Aha, burada baxın uşaqlar. I was in London for a couple of years but didn't work out. Burada işləmə qayıtmağım qeyd edib anasının atasına yaşayır. Living back home with my mom and dad. Gördünüz? Anasının atasına yaşayır. Okey. Sonra keçid alırıq yenidən testlərə. 4-də which of the following questions doesn't the dialogue answer? Verilən suallara hansına dialoq cavab vermir? Vermir, inkar. Selena nə qədər
How long has Selena been back home? Nə qədər müddətə qayıdır? 2 il sonra uşaqlar. Bu qeyd olunub. Niyə görə Selena Joe bu işini xoşlamır? Çünki dolanmaq çətindir, qiymətlər yüksəkdir, bu da var. Nə qədər müddətdir evlidir? 10 ildir müddət. 10 il müddətində evlidirlər. Nə qədər il keçirdir Londonda? 2 il uşaqlar, bu da var. Harada Patrick yaşayır hal-hazırda? Bunun adresi qeyd olunmayıb. Selena adresi verilir. Hal-hazırda harada yaşayır? Londonda yaşayır, amma adres qeyd olunmayıb. Currently deyir, hal-hazırda harada? Konkret soruşur. Aydındır. 5 var, uşaqlar kimdəsə 5. Yoxdur. Buyur, Səbiş, xoşdur. Başqa var kimdəsə Səb? Bir dənə vermişdim dinləmə. İnsaf etməsi bir dənə olmalı, çünki qrammatika çox idi. Okey. İndi başqa sualınız varsa buyurun. Bizim ötən günlər borcumuz qalan hansısa bir testimiz var, səhvinə baxılmayan. Olub heç vaxtımız çatmayan. Yoxdursa, indi mən birbaşa keçirəm təzə dərsimizə. Xeyr, əla. İndi keçirik uşaqlar inkarlara. İnkarları yaradan vasitələr var konkret olaraq. İnkarlıq yaradan vasitələr birincisi elə not inkarlıq ədatıdır. Sonra gələcək no inkarlıq əvəzliyi. No-nun törəməsi no one, nobody. Əslində bunların hamısını keçmişsiniz. Burası ümumiləşdiririk. Çox sadədir. Bilirsiniz deyə artıq, yəni çətin heç nə yoxdur. No, Nothing, nowhere, bəli, nowhere. no, Thank you. neither. Ay, sağ ol. İndi keçirik sonra none, sonra neither. Neither Bu, nor. ay, sağ ol. Neither dediyimiz bir əvəzlik olandır. Özündən sonra birbaşa isim gələmi təkdə olur, xəbər təkdə olur. İki anlayışını inkarını bildirir. Bir də var neither nor. O da ondan sonraya baxırıq. Nordan Bəli. sonraya. Aferin. Uzlaşmada nordan sonraya baxırıq. Xəbər özünə yaxın ilk isimdən uzlaşır. Bir də cümlə sonunda gələn təkcə Hardly, neither. scarly, Bəli. Bu neva. bağlayıcıdır. İndi deyəcəm mən balam. Bir dəqiqə səbirli ol. İndi onlar hansılar idi? Hardly, scarly. Scarcely. Good evening, Revan. Mən Okey, neva da getdik. var. Never, ay sağ Bir ol. dənə Sonra də var. Amma hardly. yadımda barely Win. Ay deyəsən. sağ ol, Hə. ay sağ ol. Hardly, scarcely. Bunların hamısı çətinliklə, heç vaxt məzmununa yaxın bir şeydir. Sırf heç vaxt demək deyil, amma heç vaxta yaxındır. Bunlardan sonra heç bir isim, daha sonra inkar gəlmir. Bəli, bunlar not kimidir sanki. Hansısa biri cümlədə varsa, deməli həmin cümlə artıq inkar sayılır və ikinci bir inkara ehtiyac duymuruq. Not inkarlıq ədatı, no əvəzliyi və törəmələr, nan, neither əvəzlik kimi var, neither nor bağlayıcı və neither həmçinin mənasını inkar cümlələrində işlənən bağlayıcı kimi var. Never, hardly, scarcely, barely. İndi uşaqlar, not zaten inkarlıq ədatıdır. Köməkçi feillərə qoşularaq əsas feilin inkarını yaradır. I am a teacher, mən müəlliməm. I am not a teacher, mən müəllim deyiləm. Siz bundan çox qarşılaşmısınız və bilirsiniz. No ilə bağlı qayda keçdik ki, Article gəlmir, ay of sağ ol. Sonra nə gəlmir. gəlmir? Of müəllimə. Ay sağ ol. Bax, article gəlmir. Üstündən xətt. Sonra nə gəlmir? Of da gəlmir. gəlmir. İsim də gəlmir. Okey, bunların heç Bəli. biri olmaz. Törəmə ilə bağlı nə keçmişdik? Məsələn, isim gəlmir, of da gəlmir, xəbərdə təkdə olur. Ay, sağ ol. İsim gəlmir, of da gəlmir, xəbərdə təkdə olur. Başqası niyə cavab vermir? Ancaq Leyla cavab verir. Hamısı susub oturur. Okey. Xəbərdə təkdə. Nan anlayış olaraq. Ondan da isim gəlmir, amma Üç necə və isim daha gələ bilər? artı Of olsa, işlənsə, inanmışdım. ondan Ay, sonra. sağ ol. Əla. Bax, səni də eşitdim, yoldaşını da eşitdim. Anlayış olaraq 3 və daha artıq ismin anlayışını ifadə edir. Özündən sonra birbaşa isim gəlmir. İsim işlətmək üçün of qoyuruq, sonra isim gəlir. Okey. Neither'də biz bilirik birbaşa isim sayılan tək xəbər tək. Ofla olanda isim cəm xəbər tək, düzdürmü? Neither orada da uzlaşma, oradan sonraki sözə Sonraya görə baxır. götürülür. Bəli. Burada isim cəmdirsə, məsələn üçün itlər yazaq, dogs, xəbər olacaq cəm. Okey. Sonra chat hissəsində kimsə nəsə yazır, amma mən görə bilmirəm, görün. Söhbət gedir hardan, nədən? Biz danışırıq, Revan, deməli inkarlardan, inkarlıq yaradan vasitələri izah edirəm.
Getdik. Never, hardly, scarcely, barely də konkret inkarlıq göstəricilərdir. Bunlardan hansısa biri cümlə daxilində varsa, həmən cümlə artıq inkar sayılır və ikinci dəfə inkar işlətmək olmaz. İngilis dilində belə bir qayda var ki, bir cümlədə yalnız və yalnız bir inkar Bir cümləsi inkar olar. göstərici olmalıdır. Bəli. İndi uşaqlar, bax bu ümumilikdə inkarlıq yaradan vasitələrdir və əlavə olaraq biz nələrə ehtiyatlı olmalıyıq? Onlara Amma indi mən keçid üzr edəcəm. istəyirəm sözü kəsdim. Bəli, Amma elə buyur. dialoqlar olur ki, iki dənə inkarlıq işlədirlər. Misal Speakingdə üçün. hər şey olur. Təhrifə uğramaq çoxdur, amma yazılı versiya və yaxud da ki, sizə düşən o çərçivə daxilində olan qrammatik izahları və onu gərək biz o çərçivədən kənara çıxmayaq, çünki düşür qəbula. Qrammatik təhlildə onda belə baxanda iki inkarlıq olmur, amma speakingdə olar. Speakingdə olar, bəli. Speakingdə özdə samla enini də inkarla düzəltmək olar. Biz amma indi başqa Yox, cür speakingdə izah onları edəcəyik. bilirəm. Samla yəni inkarlıq formasında işləyir, amma çox vaxt görmüşdüm ki, bir cümlədə iki inkarlıq da işlətsinlər. Məsələn, ain't not ifadəsi var, ain't not. Məsələn, ain't not ifadəsi. İki dənə inkardır və speakingdə var. Mən etməyəcəm, edə Bilirəm bunu. bilmirəm. Ain't not deyirsən. Okey, nəsə. İndi uşaqlar, mən bir dənə bunu atım qrupa və keçid alırıq. Bu inkarlıq yaradan vasitələrdir. Keçid alırıq indi bu samla eninin qaydasını yadınıza salın. Onları bir dənə xatırladacağam, qısa-qısa yazacağıq. Sonradan davam eləyəcəyik. Biz hansı hissələrə ehtiyatlı olmalıyıq? Sırf inkarlar istəyən göstəricilər hansıdır? İstəməyənlər hansılardır? Bax, inkarlarla işlənənlər. At all. İnkar. I Ay, am. sağ ol, ay, Bir sağ ol. də yet. Ay, sağ ol. İşlənənlər. Birincisi yet. Hələ İkinci, deməkdir. bəli, Payızə həmçinin. yes. Sonra ət oldu. O da demək olar ki. Bəli. İndi red dot hansıdır? Neither cümlə sonunda heç vaxt inkarlıq Gəlməz. göstəricisi kimi gəlmir. Bəli. Cümlə sonunda təkcə işlənməz. Təkcə işlənməz. Ona görə bax bu səhvdir. Buna ehtiyatlı olursunuz. Deyir ki, mən hələ testləri yazmamışam. Cümlə. I haven't written the test. Burada nə görürəm? Written the İnkar var müəllimə. yet. Yes. Ayzə, eyni cümlənin sonunda yaza bilərəm. Mən də hələ bir testi yazmamışam. At all da demək olar ki, yazmamışam. At all. İnkar cümlə sonunda işlənir. Olar. Heç bir problemi də yoxdur. İndi isə gəlirik sırf təsdiqdə işlənənlər, inkarda olmayanlar hansılardır? Both and Aha. also. Əgər inkar işlədiriksə or olmalıdır da. Aferin. Təsdiqdə işlənənlər. Sonra to as well. Bir də qaldı. Both and also as To well. Şu, to'nu dedim. O son dedin. Hə, Dedim mən. Okey, getdik. Sırf təsdiqdə işlənənlər bax. And heç vaxt inkarda olmur. Both heç vaxt inkarda olmur. To olmur. Ancaq təsdiqdə cümlə sonunda gəlməlidir. Also həmişə cümlədə təsdiqdə işlənməlidir. As well təsdiqdə işlənməlidir. Və uşaqlar, mən bu and-in yerinə or qoymalıyam. Or və and yalnız ulduz qoyub yazıram. Mübtəda olanda, təsdiqdə. mübtədanın tərkibində olanda, mübtəda olarsa inkarda olur. İndi onu izah edəcəm. Əndi or bağlayıcısı ilə əvəz eləyə bilirdik də, elə bir qayda Elə var. əvəz edirik, hə. İndi mən bunu screen edim, təzə səhifədə onu izah eləyəcəm. Yerimiz yoxdur, çox da istəmirəm. Belə xırda-xuruş yazım. Getdik. Dəqiqə. Bu niyə iç-içə oldu? Okey, bunu silirəm. İndi ekranı paylaşacağım. Siz screen edin. Niyəsə bu iç-içə oldu. Bir dəqiqə. Bu konspekti kimsə screen eləsin də zəhmət olmasa. Müəllimə, mən yazmışam. İstəyirsiniz yazılı şəkildə göndərim qrupa. Əl yazması da. Olar əslində, amma bir dənə bunu zəhmət olmasa screen elə də. Elə uşaqlar deyəcək ki, Mən mənə belə atıram qrupa.
Ay, Tamam, sağ ol, atdım çox sağ ol. müəllimə. Allah, təşəkkür edirəm qızlar. Deməli, indi isə uşaqlar, keçid alırıq. Bu mübtəda olarsa necə inkarda olur, olmazsa necə olur? Gəlin baxaq. Deyirəm ki, kofe və çay mənim üçün deyil. Coffee and tea bu həmcins mübtədadır. Xəbərimiz də ona görə cəmdə olacaq. Aren't for me. Bax, bu cümlə düzdür. İnkar cümlədə and o vaxt olar ki, bu mübtədanın tərkibindədir. Həmcins mübtəda yaradıb. Aydındır. Onda inkarda olar. Bax, bu okeydir. İkincisi, tərsinə olarsa, birinci inkar gələrsə, sonra and olmaz. Məsələn, deyirəm ki, there is. Bu arada izi buraxıram. Siz yazarsınız başqa bir söz. A book and two phones on the table. İndi mənə deyiyorum. Burada uşaqlar, xəbər nə olar? Müəllimə, and-dən sonra ilə uzlaşmalıdır. Ona görə cəmdə olacaq. Aha, başqa kim necə deyir? Uşaqlar, bir dəqiqə mən bunu adaptörü götürürəm. Zarifası. Bax, siz də fikirləşin, buradayım. Eşidirəm sizi. Mənim başa düşmədi. Nə sualın şərti Xəbər nədən ibarətdir? təkdədir, cəmdədir. Orada nə qoyaram? There-dən sonra is qoyaram, are qoyaram. Ar olar. Düz olar da Yox. mənim. Zeriz olar da burada. Aha, is deyirsiniz. Is deyən kimdir? Mən dedim. Mənim çünki zera a book ar da ola bilər. Yox, Yes. axı Yo, bayaq burada and dedik. varsa cəmliyi göstərir də avtoma ar olar. And Aha. var və and-dən Ar sonra. olmaz axı T Uşaqlar, sayılır. izdir. There is there-da xəbər özünə yaxın ilk isimlə uzlaşır. Mən bilmirəm axı ikinci paralel danışanda anlaya bilmirəm. Rəvan, həm Leyla məndə ənənəvidə olub əslində. Mən bəs Ona görə bir oldu. dəqiqə İndi mən ancaq icazə verərsən də mən cümləmi qurtarım. Uşaqlar, Leyla, okey, sən onda istəsən müdaxilə eləmə, mən ancaq izah edim. Nəsə narahatçılıq olanda uşaqlar səbirli olun, deyin. mən Mütləq bir şəkildə onu nəzərə üzr alacaq. istəyirəm. Burada bir Buyur. şey var idi. And-dən sonra, and olan cümlədə and-dən sonraki tərəfə baxırdıq da, belə bir qayda da olmalı Yox, idi. yox, onda deyil. O Ayzən ordadır, Ayzə ordadır. Ənddən sonraya Hə. baxmır. O bir də oradaydı o. Gözlə onu izah eləyəcəm. Bax, there is there-da özünə yaxın ilk isimlə uzlaşır. Mən orada book-u görürəmsə, yox, söhbət bağlandı. And qoyub ardınca 70 dənə cəm düzsəm belə, xəbərim orada mütləq şəkildə is olacaq. Niyə? Çünki xəbər özünə yaxın ilk isimlə uzlaşır. Və bu cümləni inkara çevirsəm nələr baş verir? Yazıram burada. There is. Bunun inkarını notla da düzəldə bilərəm, no ilə də düzəldə bilərəm. Hər iki hal okeydir. İndi notu birinci yazaq. There is not a book and two phones on the table. Bu cümlə düzdür, səhvdir. Düzdür də müəllim. Aha, zamin bir düzdür. Notdan sonra artikl işlənə bilər də orada. Bəli, işlənə bilər. Bəs yaxşı, diqqətlə oxu axıra kimi. Bəs təsdiq cümlədə and olmalı deyil axı. Bəli, inkar cümlədə and olmalı deyil, təsdiqdə olur. Biz bilirsən qaydanı, amma səhv deyirsən. İnkar cümlədə and olmur. Mən burada or bunun olacaq. yerine qoymalıyam Nəysə, or. onlar. Bəli, bəli. Mən başa düşdüm sən nə deyirsən. Prosta düzgün də cümləni qur. Bir dənə də baxaq. Yazıram bura. There is no a book and two phones on the table. Burada səhvlər nədir? Mənim artikl bir də and-dir də orada səhv eləmirəmsə. Aha, indi düzəldək. Olacaq burada or, sonra article düşər. Article dedi. Bir də uşaqlar, Onlardan sonra indi yox. məsələn two phones-dur da. Əgər ki bu F1 olsaydı necə? F1 olsaydı necə?
O olardı da. Çünki no'dan sonra Müəllimə, şeydir, bookun qabağında to-dur, yoxsa ədir? Edir. E'di. Sildim, indi E yazdım. Hı. İndi dəyişdim. E olsaydı onda qarşıdakı no hər ikisinə də təsir edərdi uşaqlar. Buka da buradakı fona da aiddir bu no. Hər ikisinin qarşısındakı article düşməlidir. Aydındır? Orada dəyişəcəyik. Artikelların ikisini də atacağıq. Aydındırmı? Müəllimə, bir dənə söz Bəli. deyim. Məsələn, Buyur. or olsa bookun qabağında təkcə article olmalı deyil. O artikelda həm book'a, həm də fona aid olmalı deyil. Onu deyəcəydim mən də. Normalda uşaqlar. Yox, elə deyil. O ikinci gələn söz bəlkə cəmdir. Onu sən necə ona aid deyə bilərsən? İki dənə Onda artikel olmalıdır hər Məsələn, ikisinin. bizdən Hə. səhv cavabı istəsə, məsələn, there is no book or ya da doğrusu e-book or phone-dursa, Səhvdir. deməli səhvdir. Əlbəttə, hər ikisinə ayrı-ayrı da artikel qoyulmalıdır. Ümumiyyətlə Hı. sayılan təqsim harda görmüsənsə, ona ayrılıqda artikel vermək lazımdır. Bir dənə no-dan başqa. Yerdə qalan bütün inkarlıq göstəricilərdə sayılan təqsim gəlibsə, artikel qoymaq lazımdır. Aydındır? Tamam. Okay. Bu Müəllim, bəs bu hissədə struktur speakingdə düz götürülür, yoxsa yox? əslində qalsa speakingdə artikelların tələffüzü itir. Ona görə o qədər də Aha. problemli olmur. Okay. Getdik. Sonra əgər xüsusilə vurğulansa there is no a book or a phone on the table deyə bir cümlə qurursansa səslənmədə e-ni deyirsənsə xüsusilə. Onda təbii ki, mən sənin nitqindəki səhvi asanlıqla tuturam deyə deyərəm ki, bu nə cümlədir? Amma desəm ki, there is no book or a phone on the table or phone hissədə biraz pauzam var. Burada tuta bilərsən, amma burada görsən there is no book, no a book demirəm və yaxud ki, nə book deyirəm. Başa düşdü? Biri var səs itkisinə yol verəsən, tutulmasın. Biri var normalda da zaten artikel yoxdur, tutulmağa ehtiyac olmasın. Biri də var ki, xüsusilə sən onu vurğulaya tələffüz edirsən, səni də asanlıqla tuturlar. Aydındır. Okay, keçid alırıq indi bu also-nun cümlədə işlənməyi, to-nun cümlədə işlənməyi. Uşaqlar, also da həmçinin deməkdir, to da həmçinin deməkdir və bunlar mütləq şəkildə təsdiq cümlələrində işlənirlər. Mən də dil ingilis dil müəllimiyəm. I am also an English teacher. Və bu cümləni to ilə də versəm, eyni ilə cümləm təsdiq olacaq. Also cümlədə ortada gəlir. Tu axırda. Bəli, to axırda gələcək. I'm an English teacher too. Və uşaqlar, bunun ayrı versiyası var. İnkar cümlə olsa, I am not desəm, an English teacher. Burada either verəcəm sonda, düzdürmü? Bəs inkar cümlə sonunda təkcə neither gəlməyi doğrudurmu? Xeyr, bayaqları onu yazmışdım, üstündən xətt. Aydındırmı? Bu da belə. Sonra başqa mən sizə nə deyəcəydim? Heç nə. İndi bir dənə gələk, burada neqativə aid bizim bir dənə quiz var idi. Görün mən sizə bunu verimmi, evə verməyim, dən baxın. Sizə bir dənə modallar izah edəcəm. Başqa bitdi. Bildiyiniz qaydadır. Görsün necə sadədir. Qeyri-adi, ekstrem bir şey yoxdur bunun. Həm əvəzliyi keçəndə keçdiniz, həm ekstraları biraz var idi, əlavələri onları dedim. Bir qalır, need-lə had-to. Elə onu da keçin, bu quizi verəcəm. Need-in inkarı uşaqlar iki cür olur. Bir modal feil kimi need, biri də var əsas feil kimi need. Modal feil kimi olanda, burada yazıram modal feil, bir də var əsas feil. Modal feil kimi olanda mən mütləq şəkildə onun inkarını özü ilə düzəldəcəm. Çünki özü modaldır. Məsələn, əsas feilə nümunə yazıram. Tutaq ki, deyirəm ki, primitiv bir cümlə. Mən məktəbə gedirəm, deyirəm I go to school. Burada əsas feil hansı sözdür uşaqlar? Bir dənə bunu mənə deyin. Getmək də. Go. Go. Bəli, go. Getməyin mən inkarını nə ilə düzəldirəm? don't go. Don't-la, sağ ol. Deməli, bu əsas feilin inkarını nə ilə düzəldirlərmiş? Don't-la. İndi need olsa necə? Deyirəm ki, I need go out.
I need to go out. Niyə görə to go-nu vurğulayırıq? Ay, to go to school dedim. Ev yox olsun da. Mən məktəbə getməyə ehtiyacım var. Burada uşaqlar, ingilis dilində belə bir sabit qayda var. İki dənə əsas feil yan-yana gələndə ikinci məstər halında olur. Bəzi hallar canım dosya lazım deyil deyə demirəm. Bu ikinci to əsas feildə mümkündür. Və necə ki mən əsas feilin inkarını don't-la düzəltmirəm, need əsas feil olanda onun inkarı don't-la düzələcək. Yəni don't go, don't need to go. Burada uşaqlar, yəni uzun sözün qısası testlərdə don't need plus to doğrudur. Okay. Amma needn't to deyə bir şey yox. Bunu gəlirəm burada yazmağa. Deyirəm ki, I need go out. Mənim çölə çıxmağa ehtiyacım var. Burada need bir cümlə, bir göstərici, go da ikinci. Biz görürük ki, iki feil arasında to yox. Deməli, bu elə modaldır. Çünki bu əsas feil deyil, modaldır. Need modal olanda özündən sonra heç vaxt to gəlməz. Və inkarı özü ilə düzələr. Burada verəcəm needn't. Don't verməyəcəm, çünki əsas feilə don't qoyurduq. Və əlavə olaraq qeyd edirəm ki, needn't to deyə bir şey yoxdur. Və needin mütləq şəkildə modal olanda ardınca to'suz məstəri gəlməlidir. Şəxsi zamanı kəmiyyətə görə də dəyişmir bu heç vaxt. Needs olmur, needed olmur. Bu əsas feil olarsa mümkündür. Və bunların üstündən xətt. Amma əsas feil olarsa hər biri okeydir. İndi burada keçmişdə, üçüncü şəxsdə necə dəyişər onlara baxaq. He needs ikinci feil to drink water. Onun su içməyə ehtiyacı var. Gördünüz, esi var. Və yaxud da need əsas feil olanda özündən sonra, biz modal olanda deyirik, to'suz məstər gələr. Əsas feil olanda özündən sonra bir çox nitq hissəsi gələr. İsim gələ bilər, əvəzlik gələ bilər, to'lu məstər gələ bilər, feil. Aydındırmı? Belə, bu da oldu modal əsas feillə fərqi. İstəyir bundan çəkin. Atın Mənim qrupa. should, must falan həftə bunları keçəcəksiniz yoxsa? Yox, keçməyəcək. Bir dənə həvi keçəcəm. O da digər həvlərlə bunun inkarı qarışır deyə. Yoxsa ayrıca sual kimi ən axırda bəlkə keçərəm. Proqramda var deyə, amma düşmür. Okey. Düşsə maksimum need düşər. Çünki bunun inkarlarla əlaqəsi var. Zamanlar Sonra- amma 100% düşər, inanla. Yes, narahat olmayın. Zamanlar sadədir. İndi ənənəvi qruplarda zamanlardaydıq. Onlar elə hay küy salmışdılar ki, ay zamanlar belə, elə. İndi bu dəqiqə su kimi gedir. Çətin deyil. Sizin abituriyent vaxtı keçdiyiniz zamanlarla eyni olmayacaq. Biz zaman zərfi zad əzbərləməyəcəyik. 300 səhifəlik dərs. Lazım olanları öyrənib bitiririk. İndi uşaqlar keçid Onsuz alırıq. zamanlarda çətin bir şey yoxdur. Bir də Yoxdur, zərfləri yoxdur, əgər düşsə, əzbərləsən, vəsə. Yox, ona ehtiyac yoxdur heç. İnan, görəcəksən indi. nəyə Onda görə çox deyirəm. sadədir. Bəli, bəli. Bir dənə sağ-sol uzlaşmasıdır. Bəlli qaydalar var, deyəcəm indi. Qoy bir dənə bunu da baxaq. Uşaqlar, həvin bir çox məqamlarda biz işləndiyindən tanış olmuşuq artıq. Birincisi, bitmiş zaman göstəricilərində elə həvi görmüşük. Bitmişlərdə nə vaxt olur? Have, has, üstəgəl, participle to. Yəni, qaydalı feilçi idi şəkilçi qəbul etmiş forma, qaydasız da V3. Yəni, məsəl üçün, have written. Düzdürmü? Bu elə bitmiş strukturudur. Buna have, has, had aiddir. Üçü də. İndi uşaqlar, bax, bu oldu bitmiş zaman, have written. Yəni, təkcə gəlmir də. Loru dilindən desək, yanında feilin üçüncü forması mütləqdir. İkincisi, malik olmaq feili elə bitmiş strukturu kimidir. Yəni, yanında mütləq ki, bir feil olmalıdır. Got elə V3-dür də. Have got. Bu zaman inkarı, indi inkarları da qarşısına yazıram. Haven't written'ın inkarı olacaq, have written inkarı olacaq, haven't written. Məsələn, bunun inkarı olacaq, haven't got. Amma mən bunun malik olmaq feilini həvsiz versəm, birbaşa got versəm, daha doğrusu birbaşa have versəm, gotsuz versəm, onda bunun inkarı don't have olur. Yəni, loru dilindən desək, uşaqlar, bir dənə feil görürsünüzsə, inkar don't-la düzələcək. Yəni, inkarlıq məsuliyyətini tək feil öz üzərinə götürə bilməz. Yanında iki hissədən ibarət olmalıdır, yanında köməkçisi olmalıdır. İki dənə olanda isə birinə vermək olar inkarlıq məsuliyyətini, belə deyək. İndi isə modal kimi baxacağım.
Modal olanda have to olur. Modal deyil. Modal deyil kimi have to heç vaxt inkarı özü ilə düzəlmir. Has to və had to. Bu mütləq şəkildə inkarı don't-la düzəlməlidir. Don't, doesn't have to, didn't have to. Okay. Ona görə deyirik ki, haven't to deyə bir şey yoxdur. Haven't to harda gördünüz? Bu səhvdir. Aydındır. Didn't to-nu da bayaq elə dedik, modaldır deyə. Eyni ilə mən də burada yazıb üstündən xətt çəkirəm. Didn't to deyə bir şey yoxdur, səhvdir. Aydın oldu. İndi bunu biraz konspekt video alsın, xəttləyək. Müəllim, bəs bir cümlədə o iki dənə had verir. İndi misal üçün testlərdə falan rast Ay, gəlirəm. sağ ol. İndi deyəcəm, bax, o birincisi elə bitmiş göstəricisidir. İkincisi də malik olmağın V3-üdür. Və yaxud da modaldır. İndi deyəcəm onları. Bunu da bir dənə skrin elində çəkməsin. Bax, indi iki dənə həd yan-yana işlədim, baxaq. Deyirəm ki, I had breakfast by the time you came. Sən gələnə qədər mən zavtraq eləmişdim. By the time, buradan aşağı çəkək. You came. Bu dağ cümlədir bu. By the time bağlayıcıdır. Bağlayıcıdan sonra gələn bu dağ cümlədir. Keçmiş saniyədədir. Əvvəldə də keçmiş bitmişdir. Uşaqlar, mən burada iki dənə hərf görürəm. Ay Allah, bu hansı nədir? Gəlin baxaq. Bax, bu feilin özü əsas feil had breakfast ifadəsidir. Mən burada birinci gələn had isə keçmiş bitmiş zamandır. Keçmiş bitmiş. Keçmiş bitmişin strukturu nə idi? Sadə bir nümunəni təzədən yazıram. Had Had written. plus participle to. Ay, sağ ol. Strukturu budur. Nümunə kimi yazıram ki, daha rahat anlayasınız. Had written'ın yerinə siz had breakfast düşünün. Yəni, had altından yazıram ki, qarşılaşdıra biləsiniz. Had breakfast. Aydındır. Buradakı breakfast da ifadə yaradan hissəsidir. Bax, bu olacaq köməkçi hissə, bu da olacaq əsas feil. Written kimi. Malik olmaq feili. Birinci ama bizim bu keçmiş bitmişin göstəricisidir. Başa düşdünüz uşaqlar? Bu keçmiş bitmiş, bu əsas feil, bu da ifadənin digər hissəsi. Aydındır? Həd görəndə qorxmayın. Aydındırmı? YouTube'da izah var. Var, hamısı var. Testlərin də izahı var. Köhnə iki dənə kanal var, bilirsiniz də. Köhnə kanal, təzə kanal. Köhnə kanallarda bütün indiyənə kimi nə var, nə yox, hamısı var. Təzə kanalda sizə izah elədiyim dərsdə. Onu da istəyirsiniz, screen eləyin. Tutardı izahımız. Yəni negativlə bağlı bu dərsimiz bugün. Aha. Cümlələri yazan yoxdur. Bir dənə yoldaşınız, o da esseni yazır. Onda gəlin onun essesini müzakirə edək. Bir deməli. Müəllimə, Bəli. mənim bu xəttim çox pisdir. Onu ekrana çıxartmayın zəhmət olmasa. Narahat olma. Yaxşıdır. Heç qara da yoxdur. İki dənə damcı bir şey var. Sən xəttlər görməmsən, biz esse yoxlayanda nələr çəkirik deyən. Narahat olma. İcazə verirsən paylaşım. Bəli, onu bas bağlamışam. Narahat olma. İlk essedir. Mən esse vermədiyim halda sən yazmısansa, oğulsan. Yəni, bunlar hələ cümləni yazmayıblar. Deməli, tək dərdimiz bu olardı. Valla bu dərddir. Elə dərddir də essedə. Xəttin pis olmağı həqiqətən dərddir təbii iş. Yaxşı olmalıdır. Başa düşülən olmalıdır. Oxunaqlı olmalıdır. Qara olmalıdır. Okey. Uşaqlar, texnologiya yoldaşınız texnologiyanın həyatınızdakı rolu barədə bir esse yazıb. İndi mən sizə evə verəcəkdim bu günləri onu yazmağı. The technology is perfect because that to be easy. Ya Allah. Və burada ilişdim. Bu nədir? World and life. Həyatı və bu nədir? Bunu bilmədim. We. Bizim həyatımızı. We yox, our yazmalısan. Burada bizim. Our həyatımızı və dünyamızı. We do many things with technology. Burada texnologiya özdə C ilə deyil. Ona fikir ver. Əgər səhv bilirsənsə sözü götür, tek yaz. C hərfini yazılır. G. With phone and internet communication, use communication
world, country, no use to use. Okay, texnologiya, everything, area. Əslində qalsa nə yazmaq istədiyin çox rahat anlaşılır. Cümlənin məzmunu. Sadəcə cümləndə strukturda problem var, qrammatik səhvdə problem var. Doğrusu qrammatik strukturda, sonra orfoqrafik səhvlər də eləmisən. The Republic use technology different area. Azərbaycan Respublikası da yazıbsan, yazıbsan, yoxsa to use pass system, customer system, tax system. Sistem sözünü təkrara yol vermə. This technology for country and people many things to be lazy, etc. Okay. Yaxşı cəhddir ilk dəfə üçün və uşaqlar kiminsə nəsə yazmağı o deməkdir ki, o artıq bu yola başladı və indi sən bunu yazmaqla öyrəndin ki, təkrara yol verməməyə çalışacaqsan gələn dəfə. Yazıram burada. Təkrara yol vermə. Samirin diqqət verəcəyi hissələr. 1. İkinci, xəttə mütləq fikir ver, xətt. Üçüncü, orfoqrafik, yəni düzgün sözdə, hərf yemədən, yəni düzgün söz yazılışı. Cümlə strukturu, bax cümləni ona görə verirdin də, sən esse yazmağa tələsirdin. Cümlə strukturunu bərkidin uşaqlar. Yəni mübtəda xəbər tamamlıq ardıcıllığını gözləyin. Strukturu. Esse strukturunu ötən dərs dedim. O da yoxdur. Ona mütləq baxın. Müəllimə, bu struktur gözlənilməsə, ardıcıllıq gözlənilməsə baldan kəsilmə olacaq, yoxsa necə? Əlbəttə. Mən bu testdə, bu quizə, esseyə meyarlar verirsən nədir? Söz sayı, esse strukturu, qrammatik, orfoqrafik səhvlər, məzmun, sonra support hissəsinin olmağı. Bu meyarlardan, indi sən söz sayını bilmirəm nə qədərdir, saymadım. 1 bal ondan getdi. Məzmunun ödəyir, okey. 1 bal qazandım. Orfoqrafik səhvim var, cümlə strukturun səhvdir, esse strukturu səhvdir, təkrara yol vermək və s. belə şeylərdən bal yeyə. Sən esseni 1-ə qədər bitirdə bilərəm balını. Okey. Ona görə əslində siz meyar olaraq nə nəzərdə tutulur? Bal verən meyar. Onu nəzərdə tutaraq esse yazmalısınız ki, yoxlayanda elə yoxlanılır. Əslində esseni öyrənəndə siz görəcəksiniz ki, çox rahat imiş. Asanlıqla 5 balı toplamaq olur. Sadəcə biraz səbirli olun öyrənmək üçün. Yəni, həqiqətən asandır. Bəri başdan atmayın da qırağa. Esse strukturu, təkrar, orfoqrafik, xətt, sonra nə yazdım? Məzmun yaxşıdır, amma məzmunu daha dolğun edə bilərsən. Ona görə onu yazmıram. Söz sayı. Bax, sən gələn dəfə bunlara fikir ver. Yaxşı, bunu skrin elə. Özün üçün qeyd olsun, Samir, yaxşı. İndi uşaqlar, bax, Samir bunu gələn dəfə təkrara yol verməsə, deməli, səhvinin biri azalacaq. Xəttinə fikir versə, səhvinin biri azalacaq. Orfoqrafik yoxlayıb yazsa, səhvinin biri azalacaq. Cümlə strukturu və s. Elə yavaş-yavaş. Gələn dəfə başqa səhvlərləmiş olacaqsan. Strukturu yazanda səhvə yol verəcəksən, çox güman. Onu düzəldəcək. Sonra növbəti dəfə düzəldəcəksən strukturu, başqa bir şey ilişmiş olacaqsan. Hər dəfə sizin üçün çətin məqamlar aşkara çıxdıqca, biz onların üzərində işlədikcə görəcəyik ki, siz esseni necə bərkidə bilmişsiniz, yaxşı yaza bilirsiniz. Aydındır. Deməli, kim ki cümlə yazmamışdı, mütləq şəkildə gələn dərs uca esseni yazsın. Yaxşı. Elə texnologiya ilə bağlı. Samir, sən də eyni mövzuda yaz, amma cümləni səliqə ilə yaz. Və üstün strukturu da ödə, bütün meyarları nəzər yetir. Yaxşı. Uşaqlar, bəli. Bizə mövzular verilir də onsuz. Biz bunu ChatGPT-dən gözəl şəkildə yazıb əzbərləyib gedək də ondan sonra. Yox, niyə? Mən onu məsləhət görmürəm, niyə görə uşaqlar. Əzbərləmək, həyəcandan siz onu unuda bilərsiniz. Orada özdə bizə 100 dənə writing topic verəcəklər. Onun hansı biri, nə bilək hansı biri düşəcək. Aysa, o topiklər sizə fikir formalaşdırmaqda istiqamət versin deyə var. Və mən güvənmirəm əslində qalsa onlar düşəcək, yoxsa yox. Çünki belə deyək də, o rəsmi deyil əslində. Biz çərəz tapmışıq. Və belə deyim, qlobal mövzu çox güman ki düşür də. Zaten onu hamı bilir.
oradakı qlobal mövzu, məsələn, bir texnologiyanın həyatımızda rolu. Sən get bunu ChatGPT-də gedən yaz esse kimi. Sonra ChatGPT-yə o esse nümunəsini təzədən skrin edib atırsan ki, buradakı səhvləri yoxla. ChatGPT orada bilsən nə qədər səhv çıxardır öz yazdığını. Ona görə struktur cəhətdən ona etibar etməyin. Məzmun olaraq, öyrənmək istəyirsinizsə, həmən mövzu barədə fikrinizi formalaşdırmaq istəyirsinizsə, təəssürat yoxdursa sizdə olar. Amma əzbərləməyin. Müəllimə, Bəli. bir şey deyə bilərəm. Bu yazdığımız mətnlər var. Əslində oradakı mətnlər kimi ola bilər də. Yəni oradakı məlumatlar da belə baxanda qlobal bir şeylərdir. Olar, amma məsələn orada informativ xarakterli mövzular var. Sizə descriptive esse düşmür ki, opinion esse düşür. Məsələn şeydir, burada tutaq ki, Babilin asma bağları barədə elə uşaqlar bilmir. Və evi yıxıldı. Nə yazacaq o? Başa düşdün. Amma sizə orada düşüb. Piratlar barədə çox şey yazmaq olar. Piramida barədə, çox adam bilir. Amma Babil asma bağları barədə dərin informasiyası yoxdur uşaqların. Orada müəllim, yerin ərazisini falan, misal üçün, loru dildə deyirəm, küləkliyib yazsaq ki, misal üçün, 1500 neçənci ildəsə yaranıb, nə bilim nə. Onu da dəqiqliyin açıb baxmazlar ki. Yox, heç baxmırlar, çünki o mövzuda düşmür. Qlobal mövzu o demək deyil ki, qlobal problemlərlə bağlı mövzudur. Yəni, bax, deyirsən ki, tək problem yox. Məsələn, deyirəm ki, dostluğun mənim üçün nə məna ifadə edir, onu indi esse kimi, başlıq kimi veriblər. Tutaq ki, dostluğun insan həyatındakı əhəmiyyəti. Belə bir başlıq verib, başlayıram o barədə yazmağa. Importance of friend, belə bir şeydir. Belə bir şey də ola bilər, amma çox sadə sözlərlə yoxdur. Başlıq fikirləşə bilmədim bir anlıq. Məsələn, the role of the technology in our life da çox qlobal mövzudur. Gender discrimination, cinsi ayrı seçkiliyi, qadın azadlığından danışılır, əmək istismarından danışılır. O qlobal mövzudur və düşür, qlobal da problemdir. Amma dostluq problem deyil, qlobal mövzudur. Ümumi informativ bir mövzu kimi yazmaq olar. Yəni, sözümün canı odur ki, sizə belə çox dəhşətli bir mövzu düşmür. Mövzu başlığından hamının adım kimi əminəm ki, xəbəri var öncədən. Yəni, siz ora randomda rahatlıqla girib esseni yazıb çıxa bilərsiniz. Sizin dərdiniz bilirsiniz nə olacaq? Mövzu yox. Çünki debat olsa, həmən mövzu barədə hər kəs fikir bildirə bilir. Ekstradan nəsə öyrənmək, əzbərləmək ehtiyac olmaz. Sadəcə esse meyarları ödəməkdir. Yəni, söz sayıdır, esse strukturudur, orfoqrafik səhv etməməkdir, qaralamaya çox yol verməmək, təkrara yol verməmək, cümlə struktur, məzmun, bunların hamısına nəzər yetirməkdir biraz problem. O balığınızı yeyə bilər. Amma məzmunu ödəmək qorxulu deyil. Bir də ki, uşaq kimi mövzu verilir. Onu seçməmişdən qabaq 5 dəqiqə bir özünüzə düşünmək üçün vaxt verin. Onsuz da esseye yarım saat verilir də. O yarım saat tonlu bəsdir yazmağa. 5 dəqiqənizi ayırın, onu düşünün ki, mən essede introduction yazacağım, body yazacağım, support verəcəm, conclusion verəcəm. Nə bilim, supportda olacaq orada nümunə veriləsi hissə. Orada nə yazım görəsən mən, for example. Və yaxud da ki, advantage, disadvantage yazmalıyam. Mən bu mövzu barədə disadvantage yaza bilərəm, dezavantajını. Elə bir mövzunu seçməmişdən qabaq strukturu birinci zehninizdə canlandırın. Sonra orada mövzunu seçin ki, bax görsən həmən o strukturu ödəyə biləcəksənmi, fikrin formalaşırmı? Başa düşdünüz? Yoxsa mən filan mövzunu çox xoşlayıram, ürəyim doludur, danışım elə saatlarla. Elə belə danışmaq olmur. Biraz meyar məsələsi var. Esse strukturunu ödəmək məsələsi var. Əslində çox sadədir, valla. İlin sonunda deyəcəksiniz ki, mən nə var imiş bunu yazmaq? Kaş bütöv hamısı esse olardı. Bizdə essedə indi misal üçün essenin sonluğunu yazanda mən həmişə yazırdım ki, I hope my letter will find you in good mood falan, belə bir şey, best regards falan. Orada yazmaq olar mı? Universitetdə mən risk eləməzdim. Bilsən niyə görə? Sənin o cümlən essedəki söz sayına təsir edən hissədir. Və o sənə söz sayı olaraq fikirləşəcək ki, laba sözlərini artırmaq üçün götürür ekstradan dəxilsiz bir cümlə yazır. Başa düşdün? Yox, mən onsuz da elə bir şey yazsam ki, heç onlar ona fikir verməyəcəklər. Yəni, nə bilim. Ola bilər. Məsələn, riskli rəqəm də olmaya bilər. Məsələn ki, 170'lik söz yazmış ola bilərsən, o cümləni də yaz, elə də risk daşımayacaq. O sənin üçün sayılsın, sayılmasın, heç bir istisi soyuğu yoxdur da, bal verər. Amma introduce yourself olur bir də, yəni məktub esse yazanda. Misal üçün özümüzü təqdim etməliyik, yoxsa? No.
Hə, nəysə. Ona görə uşaqlar siqnal ötürmək olmaz da qarşı tərəfə. Bu bilmirsiniz sizinki necə yoxlayacaqlar, hansı müəllim yoxlayacaq. O müəllimin öz necə deyimi, tip insan da ola bilər də. Qurtdalansın elə o hər cümləsinin nöqtəsinə kimi, vergülünə kimi. Elə adam var, gözünü yumur yoxlayır. Ona görə uşaqlar siz gərək necə lazımdır yazacaqsınız. Müəllimə bu yazdığımda heç olmasa bir bal varmı? Bəli, Samir, var. Mən nəzərə alsam ki, sən ilk essende sənə 5 bal verəcəm. Amma ilin sonunda belə bir esse görsəm 0. Kaprizli bəli ola bilər. Bravo. Yəqin ki, yeni dərs izahı bitib, internet kəsilir. Bəli, bəli, bitib. Esse strukturu ilə bağlı biz çoxdan bitib. Esse yoldaşınızın da essesinin strukturunu müzakirə etdik. Onunla bağlı sözlərimi dediyim hətta. Suallar, indi ev tapşırığını məndə əhatəli məlumat verim. Reading cüt-cüt götürürsünüz yenə və həmişə dinləmədən, readingdən nə sözləriniz var, mütləq şəkildə çıxardın. Sözləri öyrənirsiniz. Sözlərdə hardasınız? Birinci bir sütunda verirəm. Bir dənə sözləri deyin, yoxsa mən özüm sayıb sizdən quiz yazdıra götürəcəm. Söz, negatives, qayda əzbər, videoya da baxırsınız, testlər, 100 dənə və uşaqlar, bu testləri diqqətli yazın, diqqətlə, səbirlə. 145 dənə test, bəlkə 90 verim. Biraz da azaldım, 80 verim, sonra qalanını gələn dəfə verərəm. 80. Çünki 2 dənə reading də var. Test 80-da nə yazacaqsınız? Bu negative sentences olan hissədədir. Və S. The role of the technology in our life. Gələn dərs mən sizə strukturun alt hissələrini, alt qruplarını da izah edəcəm. Okey, belə. Texnologiyanın təzədən bunu verdiniz də onda esse Amma olaraq. mən sənə düzəlişlər elədim. Get o düzəlişləri nəzərən yaz. Yaxşı, strukturunu ödə, strukturu müzakirə eləmişik, artıq öyrənmisiniz. Yaxşımı? Bu da məndən sizə little bit-dən blossom. Okey. Gələn dərsə mütləq hər kəs hazır gəlsin. Buyurun, sualınız varsa deyin. Screen edib ata bilərsiniz qrupa bunu. Dərs xeyirə qalsın, çox sağ olun. Buyurun. Xoşdur, xeyrə qarşı uşaqlar. 5 dəqiqə tez bitirdik. Sözünüz, sualınız varsa buyurun. Müzakirə edəcəyiniz, asanlıqla belə deyək də, müzakirəsi. Hamı gecəsi xeyrə yazdı. Cümləmi qurtarmamışıq, sağollaşdılar. Çətinlik çəkdiyiniz hansısa bir şey varsa deyin, qayıdaq baxaq. Okey, sağ olun uşaqlar. Gecəniz xeyrə. Tez bitirdik bugün. Adətən biraz əlavə saxlayırdım, vaxt çatmırdı. Okey, hələlik. Gələn dərs görüşənə dək uşaqlar. Nə sualınız oldu, yazıb soruşun.